23 aprel 2025-ci il tarixində Ağdaş rayonunda Uşaq İncəsənət Festivalının birinci seçim turunun başlanması ilə əlaqədar tədbir keçirilib. Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədi ilə Ağdaş rayon Heydər Əliyev mərkəzinin qarşısında həyata keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilmişdir. Hər kəsi salamlayıram. Mən Məmmədli Fərəh. Mən Ağdaş rayon Ləçə qəsəbə 6 saylı tam orta məktəbin 9-cu sinif şagirdiyəm. 2023-cü il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Uşaq İncəsənət Festivalında rəssamlıq nominasiyası üzrə 10-13 yaş qrupunda Respublika üzrə birinci yerə layiq görülmüşəm. Qızıl Pin, yüksək məbləğdə pul mükafatı və hədiyyələrlə mükafatlandırılmışam. 2024-cü il isə Zəfərim adlı festivalda bədii keramika nominasiyasında 11-14 yaş qrupunda Respublika üzrə birinci yerə layiq görülmüşəm. Qırmızı diplom və hədiyyələrlə mükafatlandırılmışam. Mənə bu sevinci yaşadan müəllimlərimə, Məlahət İsmayıl, Nərmin Şirin və Əfsanə müəlliməyə öz təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm. Yaşımın kiçikliyindən asılı olmayaraq, yaşadığım rayonu böyük müsabiqələrdə təmsil etmək və Ağdaşa qalibiyyət gətirmək məni yaşıdlarımdan fərqləndirir. Həmçinin məni seçən münsiflərə və üzərimdə əməyi keçən valideynlərimə də öz təşəkkürümü bildirirəm. Uşaq İncəsənət Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin seçdiyi UİF-ə görə seçilir. Bu festivalda mən bu əsərimdə Azərbaycanın atributlarını əks etdirən əsər işləmişəm. Əsərimin adı Muğam üçlüyüdür. Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qavaldan ibarətdir. Mən burada insan portretini stiliz etmişəm. Xalçaları göstərmişəm. Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və incəsənətin ən yaxşı növlərindən biridir. Mən burada sarı bülbül əks etdirmişəm. Burada Turan dövlətinin bayrağını göstərmişəm və buta Azərbaycanın milli simvolumuz olan butanı əks etdirmişəm. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən Uşaq İncəsənət Festivalı çərçivəsində həyata keçirilən tədbirlər regionda yaşayan uşaq və gənclərdə mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsi, bədii estetik zövqlərinin tərbiyə olunması, yaradıcı düşünmək potensiallarının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Salam, mən Məhərrəmova Yeganə Elsəvər qızı, Ağdaş rayon Cardam kənd Oruç Sünnətova adına tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Ümumi liderin Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilmiş Uşaq İncəsənət Festivalında 14-17 yaş qrupunda dekorativ tədbiqi sənət nominasiyası üzrə 3-cü yerə layiq görülmüşəm. Bürünc pin, yüksək məbləğdə pul mükafatı və müxtəlif hədiyyələrlə təltif olunmuşam. Əsərimdə tullantı parçalardan təkgözlü qadın portreti yaratmışam və toxuma ipləri ilə onu tamamlamışam. Qeyd edək ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1600-ə yaxın iştirakçı qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən birinci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Mən Mədinə Babayeva Tarix qızı, Bakı şəhər Qaradağ rayonu Lökbətən qəsəbəsi 288 nömrəli sayılı məktəbin, orta məktəbin 7-ci sinif şagirdiyəm. Mən əsasən rəsmə marağım az yaşımdan başlayıb, hardasa 3-cü sinifdən. Mən Uşaq İncəsənət Festivalı Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında dekorativ tətbiqi sənət nominasiyası 10-13 yaş qrup həvəskar kateqoriyasında 2-ci yerə layiq görülmüşəm. Gümüş broşə layiq görülmüşəm və pul mükafatı əldə etmişəm. Burada mənim üzərimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Salam, mən İbrahimli Mənzər. Mən Ağdaş rayonunun Şəmsəbad kəndinin Muxtar Əfəndizadə adına tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Mən bu şəklimdə Azərbaycan vitse-prezidenti Mehriban Əliyevanı təsvir etmişəm. Bu şəklimdə Qarabağımızı və Qarabağımızı canlandıran göz yaşını təsvir etmişəm.
Bu şəkildə Azərbaycanın milli geyimi geyinən qız təsvir etmişəm. Burada Bozqurtu, burada isə Nizami Gəncəvinin Leyli Məcnun operasından götürülmüş rəsm təsvir etmişəm. Nəzərinizə çatdıraq ki, Uşaq İncəsənət Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Festivalın keçirilməsinin əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdən kənar vaxtlarının səmərəli keçirilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Elgiz Mahmudov, Faiq Kərimov, Vasif Lətifov, Ağdaş.